Salam dostlar, bugün biz Winsin dərslərini davam edirik. Gəlin bizim Winsin açaq. Və açaq bizim əsas ekranımızı. Və dostlar, seçək bizim Picture Windows'u və burada Window'u və burada deməli gəlin birinci border əlavə edək. Yes. Və burada olmalıdır bizdə Picture View, Picture Name daha doğrusu. Burada Default Page'i seçəcəyik. 2 dəfə basaq bura və Default bizdə olacaq System. Bəli. Düyməsini basaq və System ümumi PDF. Və burada aşağı eləsəz görərsiniz ki, dostlar, bizim Overview gəldi, düşdü bura. Niyə belə balaca düşüb, onu başa düşmədim. Tamam, ona baxarıq. Gəlin dostlar, indi bir dənə test edək. Do you want to agree? Bir dəqiqə, buradan save eləyək və test edək. Baxaq bizdə ümumiyyətlə nə baş verir. Tamam. Sistem ümumi. Tamam, gəlin buna stop verək. Burada bir parametre var, onu baxın, görün. Yadımızdan çıxmayıb onu sazlamaq. Scroll bar, adapt picture, bax, bu lazımdır bizə. Ok düyməsini basaq. Bu qalsın yadımızda. İndi isə biz nə edirik? Sistem düyməsinin üstünə basırıq. Sistem ümumi və eventə keçirik. Gəlin bir dənə də deməli. Gəlin bunun adını da dəyişək dostlar, bizə daha yaxın olsun. Main qoyaq. PLC main. Enter düyməsini basaq. Save edək. Və gəlin indi bu düyməni basanda elə eləyək ki, bizim sistem ümumi panelimiz gəlsin. Və burada aşağıda həmən pəncərənin adı gəlsin. Deməli, sistem ümumi düyməsini basırıq. Keçirik mouse'a və press left. Burada seçək direct connection. Və burada dostlar fikir verin, bizə source lazımdır. Source bizdə konstant olacaq həmişə, yəni dəyişməyəcək. Dəyişəcək knopkadan asılı olaraq. Burada seçirik sistem ümumi və ok düyməsini basırıq. Və bizdə qaldı targetin sazlanması. Və burada dostlar bizə targetdə nə lazımdır? Fikir versəz object in picture, yəni bütün obyektlər hansılar ki var. Burada biz seçəcəyik PLC main və picture name. Picture name'i seçəcəyik. Deməli dostlar, burada sistemimi seçəcəyik. Burada da seçirik deməli PLC main, picture name'i seçirik və ok düyməsini basırıq. Burada görürsünüz bizim bu action rəngi də dəyişdi.
İndi dostlar, eyni addımları başqa düymələr üçün etməliyik. Yəni detalı seçirik. Burada mouse gəlirik, press left, sağ düyməni basırıq, direct connection, constant da seçirik. Deməli bizim detallarda basırıq, deməli ok düyməsini və objektdə də eyni cür picture name ok və admin paneli üçün də eyni cür constant admin PLC main picture name ok alarmda üçün eyni cür left direct connection constant deməli alarm PLC main picture ok və trendlər üçün də eyni cür constant deməli trend PLC main picture name ok və yəni bir dənə test edək, save eləyək. Tak, bir dənə baxaq, tamam bu dolub. Start verək. Və gəlin yoxlayaq. Tak, bu belə oldu. Bir dəqiqə buradan bağlayayım. Tamam, dəyişir, alarm gəlir, trendlər gəlir və gəlin burada bir məsələ də var. Stop verək buna. Burada deməli bizdə adapt picture olmalıdır, baxaq, o nə oldadır. Bunu da yes eləyək və save eləyək. Və dostlar bir də test eləyək. Tamam, burada dəyişir. Mən bunu niyə çəkə bilmirəm yuxarı. Bir dənə indi baxaq, böyüdəndə bizim o bir pəncərədə böyüyür. Yaxşı, yavaş-yavaş. Tamam, bəli. Adapt olub, amma burada name gəlmir hələ ki. Gəlin bir dənə də stop verək. Və dostlar, biz deməli nə etməliyik? Biz seçək, deməli bizim picture window və burada gələk eventə deməli bizə lazımdır picture name'i tapmaq, picture name və burada nə edir dostlar, yenə gəlin direct'i seçək. Burada deməli biz seçəcəyik this object, yəni seçdiyimiz obyektin deməli picture name property'si və dəyişiklikləri bu targetdə eləyəcəyik və targetdə bizə lazım olacaq, burada lazım olacaq static text, amma bir dəqiqə mən dəqiq bilməm onun adı nədir. Gəlin bunu cancel eləyək. Deməli bizə lazımdır buradakı obyektin adı isə bizdə tam belə baxa bilmərəm deyəsən.
static text 1. Tamam, yeniden seçer bizim bu ses pəncərəni və bizdə lazımdır picture name, direct connection. Bunu seçdik, static text 1 və bizə lazım olacaq deməli text və ok düyməsini basaq dostlar, save eləyək və bir də test eləyək. Və yoxlayaq. Bəli, dəyişir. Admin, alarm, trend və sistem ümumi. Bəli dostlar, bu da dəyişdi. Və bugünkü dərsimiz bu qədər dostlar. Videodan xoşlandırsa like qoymağı unutmayın və abunə olmağı unutmayın kanalımıza. Çox sağ olun, təşəkkür edirəm hamınıza.